Salam, hər birinizi xoş gördük. Bu dərsində də maraqlı bir mövzu ilə qarşınızdayam. E, Məsələ həllində şəkildə çox şagirdin görə bilmədiyi bir məqam var. Bu çox lazım olur. Nəinki blok buraxılış imtahanında, hətta müəllimlərin sertifikasiya və MİQ imtahanında təklif olunur. Məsələnin içində biz görməliyik. Nəyi? Bax, bu dediyimi. Bugünkü dərsimiz budur. Bucağın tənböləni üzərində götürülmüş nöqtədən onun tərəflərinə qədər olan məsafələr bir-birinə bərabərdir. Çox mühüm bir bilikdir. Bir daha deyirəm, indi əyani şəkildə göstərəcəm. Bucağın tənböləni üzərində götürülmüş nöqtədən onun tərəflərinə qədər olan məsafələr bir-birinə bərabərdir. Yəni, hər hansı bir bucaq götürürəm uşaqlar. Bir bucaq A, O, B bucağı. Bu bucağın tənbölənini qeyd edirəm. ON. Bu tənböləndir. Dedik ki, bucağın tənböləni üzərində götürülmüş nöqtə. Burada bir nöqtə götürürəm. Məsələn, olsun bir M nöqtəsi. Bunun tərəflərinə perpendikulyarlar indirirəm. Məsafələr. Bax, daha. Bu. Bura deyirəm P, bura deyirəm Q. Bu məsafələr bir-birinə bərabərdir. Aydın oldu. Bir daha deyirəm. Bucağın tənböləni üzərində götürülmüş nöqtədən onun tərəflərinə qədər olan məsafələr eynidir. Bu məsafə bu məsafəyə bərabərdir. Yəni PM bərabərdir QM. Bunlar bərabərdir. Sadə bir məsələ deyim, sonra iki dənə daha mürəkkəb məsələnin həllini sizə çatdırdım. Uşaqlar, burada bu elə də çətin bir şey deyil, amma bəzən şəklin içində görməlisən onu. Yəni, bu da nədən irəli gəlir? Çoxlu gedib test işləyəsən. Aydın oldu, vərdiş yaransın ki, sən də görə biləsən. Yəni, şəkildə axtardın, o dərhal gözlə görünməlidir. Baxaq bura. Məsələn, bax, belə bir şəkil, ən sadəsindən yazıram. Buradan, bax, bura qədər perpendikulyarlardır. B, C, bura D olsun. Bura BK. Deyirəm ki, BK tənböləndir. Bura 2x minus 1. Burada 5x minus tutaq ki 3. Deyir, x-i tap. Bax, bu verilənlərə görə belə bir şəkil verilib. Bu tənböləndir. Bunlar perpendikulyar indirilib. Burada x-i deyir tap. İndicə qeyd etdik. Bucağın tənböləni üzərində götürülmüş nöqtədən tərəflərə qədər məsafələr bir-birinə nədir? Bərabərdir. Yəni 2x minus 1 bərabərdir 5x minus 3. Keçirdik bu tərəfə. Mənfi 3x, mənfi 3 plus 1 oldu mənfi 2. Mənfilər gedir, x oldu 3-də 2. Bizdən x soruşulurdu, x oldu 3-də 2. İndi digər. Bu sadə bir test tapşırığı idi. İndi digər testlərdən yazıram. Orada artıq sən onu görməyi bacarmalısan. Bəzən sual verir, axı mən necə edim, görüm, görə bilmirəm. Sonra çox da, yəni bəhanələr çoxdur, amma yolu budur ki, çoxlu test işləməlisən ki, görə biləsən. Bu qədər. Yəni, əsas odur bilirsən də, ikinci addım nədir orada? Görməlisən onu. Baxaq bura. Bax, belə bir şəkil. Belə bir şəkil. B, A, B, A. Bilmirəm, indi işıq düşmür üstünə. Görünür orada. Hə, B, A, C, bura gəldi D, perpendikulyardır. Sonra gəldi bura. Bu tənböləndir. Demək, Y. Deyir ki, 7 AC-yə perpendikulyardır, görürük. YB də BC-yə. Bu bucaqlar bərabərdir. AC 20-dir. Bax, bu AC 20 santimetrdir. BC 12-dir. 12 santimetrdir. 7 6-dır. 7 6-dır. Bizdən x soruşulur. Bax bu. Bax, uşaqlar, mən bunu sizə çatdırmaq istədim ki, yəni çoxlu test işləməlisiniz ki, görə biləsiniz. Yoxsa belə görmək olmur. İlk öncə, sən əgər AC 20, BC 12-dirsə, bu düzbucaqlı üçbucağa görə AB-ni rahat tapa bilirsən,
Pifagor teoreminə görə. Gəlin tapaq. Əslində şifahi də görünür, eybi yox. AB bərabərdir. Kök altda 20-nin kvadratı çıx 12-nin kvadratı. Bərabərdir. Kök altda 400 çıxılsın 144. Bu da 256 bizə verdi 16 santimetr. Demək sən bu AB-ni tapdın 16 santimetr. Səndən x soruşulur. Əgər sən bu biliyi bilirsənsə və çoxlu testlər işləmirsənsə, gözün dərhal onu seçməlidir ki, bax bura, bu görürsən tənböləndir. Bucağın bu bucaqdır, bunun tənbölənidir. Bu Y nöqtəsini görə bilirsən, bu bucağın tənböləni üzərində götürülüb. Bucağın tənböləni üzərində götürülmüş nöqtədən onun tərəflərinə qədər məsafələr nədir? Bir-birinə bərabərdir. Bərabərdirsə, əgər bura 6-dırsa, bura da 6-dır. Elə deyilmi? Tutarda x-i tapıram. X bərabərdir. Bütöv 16, bura 6-dır. 16 minus 6, bu da bizə verdi 10 santimetr.